Salam. Bugün sizlərlə qametlərin əmələ gəlməsini öyrənəcəyik. Həm şagirdlərin, həm də müəllimlərin məsələlərlə bağlı əziyyət çəkdiyi hissələrdən biridir. Deməli, qametogenez. Qametogenezdə həm erkək, həm də dişi fərdlərin qametləri yaranır. Erkək fərdlərin yaranması spermatogenez adlanır, dişi fərdlərdə qametlərin yanması oogenez adlanır. Və hər ikisində, istər erkəklərdə, istərsə də dişilərdə qametlərin əmələ gəlməsi 3 proseslə gedir. Bölünmə, böyümə və yetişmə mərhələsi ilə 3 mərhələdən ibarətdir. İndi birinci baxırıq bölünmə mərhələsinə. Bölünmə mərhələsində gördüyümüz kimi burada yazılıb ki, mitoz bölünmə ilə gedir. Mitoz bölünmə ilə getdiyinə görə biz də bilirik ki, bütün hüceyrələr mitoz bölünmədə ana hüceyrənin xromosom dəstinə bərabərdir. Yəni bizim burada əmələ gələn bütün hüceyrələrimiz, istəyir erkəklərdə, istəyirsə də dişilərdə xromosomlar olur 2N, DNT-də 2D ilə işarə eləyək, DNT 2D, xromatitlərdə 2C ilə işarə eləyək. Biraz sərkəsiz oldu, düzəltməyə çalışaq. Deməli, mitoz bölünmə nəticəsində həmin bu bölünmə mərhələsində xromosom sayı 2N, xromatit sayı 2C, DNT sayı da 2D-yə bərabərdir. Keçirik böyümə mərhələsinə. Məsələlərdə də çox vaxt bizə deyir ki, böyümə mərhələsinə daxil olan hüceyrə, yəni bu mərhələdən başlayır bizə verilən məsələlər. Böyümə mərhələsində heç bir bölünmə prosesi getmir. Amma deyir ki, interfaza baş verir. Biz də mitoz və meyozdan bilirik ki, interfaza mərhələsində xromosomların sayı dəyişməsə də xromatitlə DNT-nin miqdarı 2 dəfə artır. Yəni ki, xromosom olduğu kimi qalır. DNT ikiləşdiyinə görə xromatitlə DNT-nin miqdarında artma baş verir. Bu zaman yazırıq 2N, 4C, 4D. Yəni yetişmə mərhələsinə daxil olan hüceyrələrin hər birində xromosom diploiddir, xromatitlə DNT-nin miqdarı isə tetraploid vəziyyətdə olur. Keçirik əsas yetişmə mərhələsinə. Artıq yetişmə mərhələsində erkəklə dişi fərdləri bir-birindən ayıraq. Birinci erkək fərdlərə baxaq. Erkək fərdlərdə görürük ki, yetişmə mərhələsinə daxil olan bir hüceyrədən meyozun birinci bölünməsindən 2 dənə hüceyrə əmələ gəlir. Ən sonda meyozun ikinci bölünməsində isə 4 dənə hüceyrə əmələ gəlir. Və əmələ gələn həmin bu 4 hüceyrə sonda da 4 dənə qamet, yəni spermatozoida çevrilir. Deməli, spermatogenez zamanı 4 hüceyrə, 4 dənə də qamet əmələ gəlir. Bir dənə yetişmə zonasına daxil olan bir hüceyrədən, bax buradakı bu bir hüceyrədən 4 dənə qamet, 4 dənə də hüceyrə yaranır. Bəs bunların xromosom dəstləri necə olur? Xromosom dəstlərinə baxsaq, meyoz 1-dən gedir söhbət. Meyoz 1-də necə idi? Xromosomlar 2 xromatitli şəkildə ayrıldıqlarına görə sayları 2 dəfə azalırdı. Yəni buradakı hüceyrələr N xromosom, 2C xromatit, 2D-də DNT-nin miqdarıdır. Amma sonda əmələ gələn bu 4 hüceyrədə meyozun ikinci bölünməsində N, C və D. Xromosom N-dir, yəni hər biri haploid xromosom dəstə malikdir. İstəyir xromosom, xromatit, DNT olsun, hər biri haploid xromosom dəstə malik olur. İndi keçək dişidə baş verən proseslərə. Dişidə baş verən proseslərə baxdığımız zaman yenə eyni ilə meyoz 1 və meyoz 2 gedir, prosesli gedir. Yəni bizim burada yaranan hüceyrələrimizdə xromosom sayı N, xromatit sayı 2C, DNT sayı da 2D-yə bərabərdir. Meyozun ikinci bölünməsinin sonunda yenə 4 dənə hüceyrə əmələ gəlib dişidə. Xromosom sayları yenə N, C və D-yə bərabərdir. Yəni hər biri haploiddir. Amma oogenezdə bir dənə fərq var idi. Nə idi bu bir fərq? Gördüyümüz kimi erkəklərdə 4 hüceyrənin 4-ü də bir-birinə oxşur və sonda da elə həmin o 4 hüceyrə 4 dənə qametə çevrilirdi. Amma dişilərdə, yəni oogenez prosesində bir dənə böyük, burada gördüyümüz bir dənə böyük, 3 dənə balaca hüceyrələr əmələ gəlir. Bunun o bir dənə böyük olanına deyirik qamet, 3 dənə isə deyirik yönəldici cisimcik. Çünki əsas da yumurta qoyan heyvanlarda böyük olmalıdır ki, bu hüceyrə içərisində yeni bir rüşeym inkişaf eləyəcək. Bunlar isə yönəldici cisimcikdir, bir yerdən sonra məhv olub gedəcəklər. Və burada nəyə diqqət edirik? Buranı silim səlqəli olsun. Gördüyümüz kimi dişilərdə də yetişmə mərhələsinə bir hüceyrə daxil oldu. Bir hüceyrə yetişmə mərhələsinə daxil olanda 4 dənə hüceyrə yaranır ən sonda. Amma bir hüceyrədən bir dənə qamet yaranır.
Yəni burada oogenezdə, dişilərdə yetişmə zonasına neçə dənə hüceyrə daxil olubsa, o qədər qamət əmələ gəlmiş sayılır. Erkəklərdə isə yetişmə zonasına bir dənə hüceyrə daxil oldu, 4 dənə hüceyrə yarandı və həmin o bir hüceyrədən əmələ gələn 4 hüceyrəni 4-ə qamətə çevirdi. Erkəklərdə tənasüb quranda deyirik, bir hüceyrədən, yetişmə zonasına daxil olan bir hüceyrədən 4 əmələ gəlir. O 4-ə həm hüceyrədir, həm də qamətdir. Dişilərdə isə deyirik ki, bir hüceyrə daxil olur, onlardan biri qamət, 4-ü isə hüceyrədir. İndi bunlarla bağlı qarşımıza çıxan məsələlərə baxaq. Qarşımıza çıxan məsələlər əsasən sürünənlər, bir də quşlarla bağlı verilir. Çünki biz genetikanı öyrəndiyimiz zaman orada baxırıq ki, sürünənlərdə və quşlarda erkəklər homozigotdur, yəni XX-dir. Dişilər isə heterozigotdur, yəni XY-dir. Bizim də məsələlər daha zəngin olsun deyə daha çox quşla məmənin üzərində gedir. Bunun da səbəbini indi izah eləyək. Deməli, deyək ki, bizim yetişmə mərhələmiz var, ikinci mərhələ. Bayaq dediyimiz o ikinci mərhələ. Yetişmə mərhələsinə bir dənə hüceyrə daxil olubdur. Bu bir hüceyrə, bunun rəngini dəyişim. Bu bir hüceyrənin içərisində XY xromosom var. Çünki biz dedik ki, yetişmə mərhələsinin xromosom dəsti nə idi? 2N idi. Bu birinci meyoz 1 bölünməsini keçirəndə N olur da, burada da xromosom. X bu tərəfə düşür. Yəni fərqi yox da, mən indi X-i bu tərəfə keçirdim. Y də keçə bilər bu tərəfə. Y də bir tərəfə düşür. Bu sürünənlər və quşlar üçün keçərlidir. İndi bundan əmələ gələcək olan bir dənə həmin o qamət X xromosomu daşıyacaq. Bunun yanındakı da X xromosom, yəni o yönəldici cisimciklərdən biri də qametin yanındakı qametlə eyni xromosomu daşıyır. Y-dən əmələ gələnlər isə təbii ki, Y-i daşımış olacaq. Y. İndi bu məməli olsaydı, məməlilərdə bilirik ki, dişilər XX-dir. Yəni buradakı hamısı X olacaq. Ona görə məsələnin bir mahiyyəti qalmamış olur. Ona görə bu tip məsələlər daha çox sürünənlər və quşlar üzərində verilir. Və biz də demişdik ki, bir dənə yetişmə zonasına daxil olan bir hüceyrədən bir dənə qamət əmələ gəlir hər zaman. Və əmələ gələn hüceyrələrdən də qamət hansı xromosomu daşıyırsa onun yanındakı da eyni xromosomu daşıyır, eyni cinsiyyət xromosomunu. Digər tərəfdə yerləşənlər, yəni qamətdən digər hissədə olanlar isə qametin daşımadığı xromosomu daşıyır, belə deyək. İndi baxaq görə bizim məsələmizdə bizə nə deyir? Buranı təmizləyək. Məsələ deyir ki, əgər toyuqda yumurtalığın yetişmə zonasına keçmiş 5 hüceyrənin bölünməsi nəticəsində əmələ gələn qametlərdən yalnız biri X xromosomu daşıyırsa, onda neçə yönəlici cisimcik Y xromosomu daşıyır? Bax, yetişmə zonasına 5 dənə hüceyrə daxil olubdur. Bu 5 hüceyrədən biri X xromosomu daşıyır. Qamet olaraqdandır, bax bu qamet. Yönəlici cisimcikləri saymırıq hələ ki. Onda 5 hüceyrə, biz dedik axı, neçə dənə hüceyrə yetişmə zonasına daxil olursa, o qədər qamət əmələ gəlir. 5 dənə hüceyrə daxil olubsa yetişmə zonasına, deməli 5 dənə qamət əmələ gəlir. Bu qametlərdən biri X-i daşıyırsa, 4-ü də Y daşıyır qametlərdən, yenə deyirəm. Yönəlici cisimcik yoxdur burada. İndi deyir ki, neçə yönəlici cisimcik Y xromosomu daşıyır? Bunun çox sadə bir yolu var. Birinci ondan başlayaq. Əgər Y yönəlici cisimciyin tapmaq istəyiriksə, rəngini dəyişim yazım. Y yönəlici cisimcik. Y yazdım. Y yönəlici cisimcik bərabərdir. Başlanğıc hüceyrə, yəni 5, üstə gələk X qamət, əgər Y istəyirsə, X üstə gəlirik. Bərabər olur 6-ya. Deməli, bizim 6 dənə yönəlici cisimciyimiz Y qamətini daşıyırmış. İndi başqa bir yola baxaq. Deyir ki, bizim 5 dənə hüceyrəmiz var. İzah eləyəndə dedik ki, bayaq. Bir böyük, 3 dənə balaca olmaqla bizim 4 dənə hüceyrəmiz əmələ gəlir. Deməli, bizim bir başlanğıc hüceyrəmizdən
4 dənəsi əmələ gəlirsə, 5 dənə başlanğıc hüceyrədən x, buradan da x-i tapırıq ki, bizim 20 dənə hüceyrəmiz var. Bu 20 hüceyrə yönəldici cisimcik, qamət hamısı bir yerdədir. Cəmi 20 dənə hüceyrəmiz var. Buranı silirəm, yəqin ki, başa düşdünüz buranı. Bizim cəmi 20 dənə hüceyrəmiz var. Bu 20 hüceyrənin 10'u X xromosomu daşıyır. Qamət, yönəldici cisimcik hamısı bir yerdə. 10'u da Y xromosomu daşıyır. Yəni yarı belə deyək. İndi bizə burada deyirdi ki, 5 dənə ilkin cinsiyyət hüceyrəsindən biri X-i daşıyır. Və biz bayaq dedik ki, 5 dənə hüceyrəmiz varsa, deməli ilə cəmi 5 dənə qamət əmələ gəlibdir burada. Bu 5 qamətin biri X daşıyanda, biri dənə daşıyacaq. Biri nə idi? 4'ü, yəni 5'dən biri çıxırıq 4'ü. 4'ü də Y daşımış olacaq da, elə deyilmi? İndi bizim yönəldici cisimcik plus qamət bir yerdə 10 dənədirsə, buradan da tapırıq ki, bizim 4 dənə qamətimiz var da, gətirib 4'ü qoyaq yerinə. Onda yönəldici cisimcik nəyə bərabər olacaq? 10 çıxılsın 4, Y bərabər olur nəyə? 6'ya. Görürsünüz, burada da 6'ını aldıq, orada da 6'ını aldıq. Amma digəri daha asan yoludur. Bunu sadəcə başa düşməyiniz üçün izah elədim. Bu biraz uzun çəkir. Digər yol daha qısadır. Mövzularla bağlı əziyyət çəkdiyi əsas hissələrdən biri n-lə işarə olunmaqdır. Yəni, ümumiyyətlə nə ilənsə işarə edirlər və uşaqlar orada çaşbaş qalır. Bunu tapmağın ən rahat yolu bildiyinizlə gedin, sonra sizə verilən həmin o işarəni gətirib yerinə qoymaqdır. Məsələn, deyək ki, məsələdə sizə deyir ki, yetişmə zonasına daxil olan hüceyrənin xromosom dəstini n-lə işarə edirik. Yetişmə zonasına daxil olanı işarələdik n-lə. Əmələ gələn qamətin xromosom dəsti neçə olar? İndi burada n-i unudaq. Bildiyimiz yolla gedək. Yetişmə zonası, bizim 3 dənə zonamız vardı. Birinci zona bölünmə zonası idi. Sonra yetişmə, biz əsas yetişmədən başlayırdıq. Yetişmə zonasında dedik ki, xromosom sayı neçədir? 2n'dir. Elə deyil. Biz buradan qamət aldığımız zaman qamətimizin xromosom dəsti nədir? N'dir. İndi biz 2n-dən n-ə gəlmək üçün nə etməliyik? Təbii ki, başqa bir rənglə. Buradakı 2n-i bölməliyik 2-yə ki, buradakı n-i tapa bilək də. İndi bizə bunu 2n olaraq vermir. Deyir, yetişmə zonasına daxil olan hüceyrənin xromosom dəsti n-dir. Deməli, biz bu 2n-i nə etməliyik? N-dən əvəzləməliyik. Əvəzləməsini aparırıq. 2n'in yerinə gətirib bizə məsələnin şərtindən verilən hərfi yerləşdiririk. N. Vəssalam. Deməli, bizim qamətimizin xromosom dəsti n bölünsün 2 imiş. Bu. Yəni, belə məsələlər qarşımıza çıxanda çaşmayın. Bildiyinizi tətbiq eləyin. Sonra sizə məsələnin şərtində verilən hərfi gətirib yerinə qoymaqla daha rahatlıqla tapa bilərsiniz.